Salam. Bugün hadisələrin arxasında rubrikasında son 10 illiyin ən sarsıdıcı geosiyasi hadisələrindən birinə, Rusiya-Ukrayna müharibəsinin 4 illik mərhələsinə nəzər salacağıq. 2022-ci ilin fevralında başlayan geniş miqyaslı müharibə təkcə iki ölkə arasında silahlı qarşıdurma olmadı. Bu savaş Avropanın təhlükəsizlik arxitekturasını dəyişdirdi, qlobal enerji və ərzaq bazarlarını silkələdi, beynəlxalq münasibətlər sistemində yeni bloklaşmalar yaratdı. 4 ildən sonra sual budur: dünya nə qazandı, nə itirdi və bu müharibə beynəlxalq nizamı necə dəyişdi? 4 ilin əsas nəticəsi Avropada təhlükəsizlik konsepsiyasının köklü transformasiyası oldu. NATO şərq cinahını gücləndirdi, müdafiə xərcləri rekord həddə çatdı. İsveç və Finlandiyanın alyansa qoşulması Şimali Avropada yeni strateji balans formalaşdırdı. Rusiya isə qərblə münasibətlərdə ən dərin böhran mərhələsinə keçdi. Avropa İttifaqı və ABŞ-ın tətbiq etdiyi sanksiyalar Moskvanı alternativ iqtisadi və siyasi tərəfdaşlıqlara yönəltdi. Kreml üçün Avrasiya istiqaməti, xüsusilə Çin və Hindistan bazarları prioritetə çevrildi. Ukrayna isə qərblə inteqrasiyanı sürətləndirdi. Avropa strukturlarına yaxınlaşdı və hərbi siyasi baxımdan qərb təhlükəsizlik sisteminin ayrılmaz hissəsinə çevrildi. Müharibə qlobal enerji xəritəsini dəyişdi. Avropa Rusiya qazından asılılıq azaltmaq üçün alternativ mənbələrə yönəltdi. Maye qaz tədarükü artdı. Cənubi Qafqaz və Xəzər hövzəsi daha çox diqqət mərkəzinə gəldi. Ərzaq təhlükəsizliyi də ciddi sınaqla üzləşdi. Qara dəniz marşrutlarının bağlanması qlobal taxıl bazarına təsir göstərdi. İnkişaf etməkdə olan ölkələrdə inflyasiya təzyiqi artdı. Eyni zamanda hərbi sənaye kompleksi genişləndi. Müdafiə xərcləri bir çox ölkələrdə ümumdaxili məhsulun mühüm hissəsinə çevrildi. Qlobal iqtisadiyyat isə bloklaşma meyilləri, sanksiya müharibələri və alternativ maliyyə mexanizmləri ilə yeni mərhələyə daxil oldu. 4 il göstərdi ki, bu müharibə lokal sərhədləri çoxdan aşıb. O, beynəlxalq hüquq, enerji təhlükəsizliyi, ərzaq təminatı və qlobal güc balansı kimi fundamental məsələləri yenidən gündəmə gətirib. Bugün dünya daha çox parçalanmış, daha həssas və eyni zamanda yeni güc mərkəzlərinin formalaşdığı bir mərhələyə qədəm qoyur. Hadisələrin arxasında sual açıq qalır. Bu müharibə yeni dünya nizamının başlanğıcıdır, yoxsa uzun müddətli qeyri-sabitliyin davamı? Növbəti buraxılışlarda yeni qlobal proseslərin görünməyən tərəflərini birlikdə təhlil edəcəyik. Sağ olun, gələn görüşlərədək.